Herkese selamlar. Bugün sizlerle artık biz yeni mövzu olan təhtil hesabdan danışacağıq. Təhtil kimdir və bir şeydə necə uçotun aparılır. İlk öncə əməliyyatlara uçota keçmədən öncə qeyd edim ki, təhtil hesab, yəni təhtil deyəndə hər hansı bir şəxsi, bizdə olan işçidir və yaxud da işçi olmayan şəxsi hər hansı bir buyruq dalınca, qulluq dalınca göndərilməsidir. Amma belə bir şey var ki, biz indi şirkət olduğumuza görə bizdən çıxan hər hansı bir pul vəsaitini mütləq şəkildə biz qeydiyyatını aparmalıyıq ki, sonda onun ayın bağlanışında və yaxud da ki, hər hansı bir vergi işlərində və yaxud da ki, hesabat işlərində düzgün apara bilək. Bunun üçün nə edirik? Biz bir neçə əməliyyat aparacağıq təhtil hesab yaradarkən. Mütləq şəkildə birinci olaraq belə bir qeyd edim ki, biz indi kiməsə buyruq göndərəcəyik, yəni bizim işimizi görməsi üçün və biz öz büdcəmizdən ona müəyyən bir miqdarda pul verəcəyik. Bunun üçün biz nə alacağıqsa və yaxud da hansı işin dalınca göndərəcəyiksə, onu mütləq şəkildə ilk öncə nomenklaturasını ya da ki, həmin hesabı yaratmamız lazımdır. Biz indi bugün bizim yerdə qalan ödənişlərimiz yoxdur, yəni icra olsun, hər kimi şəxslərə ödənişimiz olmadığına görə biz sadəcə olaraq təsəvvür edəcəyik ki, ofisimizə ləvazimat lazımdır, material və onu biz özümüz ala bilmirik və yaxud da hər hansı bir şirkətdən almırıq, sadəcə olaraq təhtil şəxsi göndəririk, o həmin şəxs gedib alır. Bunun üçün nə edirsiniz? Daxil olursunuz alış hissəsinə, daxil oluruq nomenklaturaya. Nəyə görə ki? Çünki biz ilk öncə nə alacağıqsa, onun qeydiyyatını aparmalıyıq bir şeydə. Sonra daxil olursunuz materiallar. Niyə bu mal və digərlərinə yox? Çünki biz bunu ofisimiz üçün alırıq və bu bizim materialımız sayılır. Bunun üçün klikləyirsiniz material olunan hissəsinə, öz şirkətiniz varsa ora qeyd edirsiniz, yoxdursa burada papkanı yaradırsınız, öz şirkətinizin adını yaradırsınız. Və OK-yə sıxırsınız ki, qarışıqlıq olmasın. Gördüyümüz kimi artıq bizim şirkətimiz yarandı. 2 dəfə klikləyəndən sonra belə bir pəncərə açılır. Əlavə etməyə sıxırsınız. Artıq materialların uçotunu aparırsınız. İndi bizdə deyək ki, təsəvvür eləyək ki, bizim ofisimizə A4 lazımdır. Yazaq A4 və tam adı indi özü düşəcək. Eyni ilə eyni proses aparılır. Fərqi yoxdur. Çox da məlumatları daxil etməyə ehtiyac yoxdur. İstəsən istehlakçını da daxil edə bilərsiniz. Amma bunun üçün mütləq şəkildə hər hansı bir gördüyümüz kimi kontragen yaratmanız lazımdır. İndi biz təsəvvür eləyək ki, biz istehsalçıdan, yəni şirkətdən almırıq. Hər hansı bir elə bir xırda bir yerdən alırıq. Bina olsun və yaxud da digər bir yerlə topdan satılan yerlər. Ona görə də bunu kontragen kimi qeyd etmirik. Artıq pullardır, xidmətdir və s. kimi bunlar da qeyd etməyə ehtiyac yoxdur. Ölçü vahidinə gəlirik və klikləyirsiniz. Qutu yazaq və daxil edirik ora. Daha sonra gəlir əsas hissə, bu hissəni doldurmağa. Ədəbi olan hissə, biz bunu ədəbi hissəsi qeyd edəcəyik. Niyə? Qeyd etdiyim kimi biz bunu şirkətdən almırıq. Hər hansı bir topdan satış və digər olan yerlərdən alırıq ki, biz bildiyimiz kimi həmin yerlərdə düzdür, ədəbiyyətsiz olmur, amma indi təsəvvür edək ki, ədəbiyyətsiz olan yerdir. Sonra nomenklatura qrupunu da istəsəniz seçə bilərsiniz, klikləyirsiniz ki, indi nəyə aiddir. Bizdə indi burada yoxdur. İndi bir də baxaq görə bizim nəyimiz varsa, yoxdur. Gəl indi bir də əlavə edək. Adını yazaq ki, tutaq ki, material və yaxud da ofis malları yaza bilərik. Gəlin yazaq ofis malları. Və yenidən OK-yə sıxırıq və düşdü. Yenidən OK-yə sıxırıq və bu da düşdü. İndi gömrükdür və digər istehsal olduğu yer, ixalçıdır. Bunlara ehtiyac yoxdur. Çünki biz xaricdən deyil, qeyd etdiyim kimi təhtil hesab əsasında aparılacaq. Xərclər maddəsində qeyd etdim ki, burada klikləyib hər hansı bir məlumatı seçə bilərsiniz. Ofis xərcləri, çünki biz bunu ofis üçün istifadə edəcəyik.
Sonra gəlir qiymətlərə. Gördüyümüz kimi bu seçilmir. Niyə? Çünki yazmanı klikləməmiz lazımdır ki, digər hissələr aktivləşsin. Gəlin qiymətə baxaq. Burada hər hansı bir qiymətlər var. İndi avtomatik qiymət seçmirik, amma tariximizi mütləq dəyişmək lazımdır. Gəlin qoyaq 02/05/2026. Təsəvvür edək ki, fevralın 5-də biz tətil hesabımızda ofis ləvazimatı almamız üçün göndərir. Spesifikasiyaya ehtiyac yoxdur, çünki biz onu istehsal etmirik, sadəcə olaraq sifariş verəcəyik və gətirəcəklər. Uçot hesabına da ehtiyac yoxdur, çünki özü avtomatik olaraq düşəcək. Artıq digər məlumatları yazmağa ehtiyac yoxdur və bütün məlumatları doldurduq. İstəsəniz şərh hissəsinə də yaza bilərsiniz ki, məsəl üçün təhdil şəxsin alışı. Nəysə, belə bir şey məlumatda yaza bilərik və OK sıxırsınız. Və artıq gördüyümüz kimi bizim nomenklaturamız yaradıldı. Bu da oldu bizim indi alacağı məhsul. İndi bunu buradan çıxırıq. Artıq ehtiyac yoxdur. Gəlirsiniz sonra ikinci addımınız kassaya. Qeyd edim ki, kontragen yaratmaya ehtiyac yoxdur. Çünki fiziki şəxslərlə biz davam edəcəyik. Təhdil hesab mütləq şəkildə sizin burada bir şeyinizdə olan şəxs olmalıdır, fiziki şəxslərdir. Onu indi biz yaratmışıq deyə kadrları necə yaratdıq və s. kimi. Ona görə o hissələr toxunmayacaq. Sadəcə olaraq təhdil hesabın yaradılmasına, ödənişlər və s. kimiyə baxacağıq. Sonra gəlirsiniz kassa hissəsinə, sonra daxil oluruq mədaxil xəzinə orderinə. Bir şey də qeyd edim ki, mütləq şəkildə təhdil hesab bizim kassadan verilir pulu, çünki həmin şəxs ödənişi geri gətirəcək, yəni üstün gətirəcək bir sözlə pulumuzu. Bunun üçün nə edirsiniz? Yeni əlavə etməni klikləyirsiniz. Gördüyümüz kimi burada pəncərə açılır və təhdil hesabın şəxsə verilməsi. Buna klikləyirsiniz, artıq belə bir hesab açılır. Tariximizi dəyişirik. Dedik ki, bizdə 02/05/2026 oldu. Uçot hesabı 221 qalır. Məbləğ nə qədər olacaq, ona əsas baxırıq. Gəlin təsəvvür eləyək ki, bu şəxsə 100 manat pul vermişik. İndi dedik birdən də nəsə çox olar, nəsə çox lazım olar, istifadə etsin. Sonra gəlir təhdil hesab şəxsi, onu seçməyə klikləyirsiniz bu üç düyməyə, gəlib öz cash flow-a. Gördüyümüz kimi burada əslində bizdə 2 nəfərdir. İndi gəlin təsəvvür edək ki, Vəli Əliyeva bizim təhdil hesabımızdır, yəni şəxsimizdir. Onu seçirik. Sonra pul vəsait hərəkəti maddəsini klikləyirsiniz. Sonra cash flow-una klikləyirsiniz. Gördüyümüz kimi burada xüsusiyyət tutulmalar falan yoxdur. İndi gəlin bu öz əlavə edək. Buna misal üçün yaza bilərik ki, təhdil hesaba ödəniş. İndi məndə ingilis dilindədir, ona görə problem deyil. Siz özünüz Azərbaycan dilini mütləq qeyd etməlisiniz. OK sıxırsınız və gördüyümüz kimi artıq biz pul vəsaitləri hərəkət maddəsini də göstərmiş olduq. Daha sonra isə şərh hissəsinə istəsəniz yenidən qeyd etdiyiniz kimi bura yaza bilərsiniz. İstəsəniz manatı da yaza bilərsiniz, miqdarını ki, nə qədər verəcəksiniz və yaxud da AZN yaza bilərsiniz, heç bir fərqi yoxdur. Çap hissəsinə də gördüyümüz kimi avtomatik olaraq məlumat düşdü. Digər məlumatlar da qeyd edildi. İstəsəniz bu məsuliyyətli şəxsi dəyişə bilərsiniz. Bunun üçün üç düyməyə klikləyirsiniz. Kimdirsə onu ya əlavə edə bilərsiniz, ya da buradan seçə bilərsiniz. Bizdə indi bunlar olduğu kimi qalır. Və artıq başqa bir neysə dəyişməyə ehtiyac olmadığına görə OK düyməsini sıxırıq. Və artıq bizim gördüyümüz gibi 100 manat Vəli Əliyevə verəcək. Çünki bu bizim təhdil hesabımızdır. Ondan sonra buradan çıxırsınız və ikinci, daha doğrusu üçüncü addımımız gəlir. Üçüncü addımımız belə bir şeydir ki, artıq biz pulumuzu indi hesabatlara baxsaq, burada dövrə saldo cədvəlini formalaşdırsaq, gəlin indi bunu dəyişək və formalaşdırmanı klikləyək və 221-imizə baxırıq. 221-imizdə indi bizdə bu tam açıq görünmür. İndi biz bunu formalaşdırmanı klikləsək və görürük ki, artıq biz təhdil hesabımıza 100 manat ödəniş etmişik. Yəni artıq bizdən elə bir pulumuz çıxır. İndi həmin o hesabatımızı biz indi daxil olmalıyıq. Deməli, bizim hesabımızda bu göstərdik. Amma belə bir şey var ki, biz onu mütləq şəkildə avans hesabı kimi tanımalıyıq. Niyə? Çünki biz ona pul vermişik,
Ola bilər ki, o üstün, yəni artıq qalanı gətirsin, qaytarsın. Bu bizim təhdil hesabımıza verdiyimiz avans hesabı sayılır. Ona görə də yenidən qayıdırıq kassa hissəsinə, gəlirsiniz avans hesabatına və əlavə etməni klikləyirsiniz və belə bir pəncərə açılır. Və bu pəncərədə artıq həm təhdil hesabı əlavə edəcəksiniz, həm də təhdil hesaba nə buyurmusunuzsa, yəni nə tapşırmışsınızsa onu qeyd edəcəksiniz. Bunun üçün nə edirsiniz? İlk öncə tariximizi düzəldək. 02.05.2026 qoyaq. Sonra ambarımızı daxil edək. Dedik indi bizdə mal ambarı idi. Əslində bu material ambarı da olmalıdır. Gəlin elə əlavə edək. Yazaq material ambarı. İndi topdan olur və s. kimi OK sıxırıq və yenidən OK sıxırıq və buradan düşdü. İndi seçirik material ambarını, OK sıxırıq. Ondan sonra gəlib fiziki şəxsimizdə qeyd etdik, kəşf bloğunu seçirik, kim idisə onu da seçirik. Daha sonra gəlir bizim avans sənədimizə. Avans sənədimizdəki belədir ki, yəni birinci biz onu pul kimi tanıyacağıq, sonra keçirik biz onu artıq nə almışıqsa o formada. Bunun üçün doldurmanı da klikləyə bilərsiniz. Məbləğ bölgüsü və ya qalıqlar doldurulması, qalıqları seçirik ki, nə qalıbsa onu. Gördüyümüz kimi avtomatik olaraq düşdü. O nəyə görə düşdü? Çünki tarixə görə. Biz eyni tarix, ona görə birinci seçməniz lazımdır. Ondan sonra gəlir bizim mallarımıza. Gəlirsiniz, keçirsiniz mallar olan hissəyə. Nomenklatura 2 biz nəyi avans olaraq tapşırmışıq. Bunun üçün yenidən seçməyə klikləyirsiniz. Material mallarınızı klikləyirsiniz. Öz təşkilatınızı tapırsınız. Yenidən gördüyümüz kimi A4 var. Və miqdarını sayırsınız ki, təsəvvür elə 5 dənə almışıq. Qiyməti də ki, bunun elə bir qutusun fərz elək ki 10 manatdır. Və OK sıxaq. Gördüyümüz kimi artıq bizim məbləğimiz, bunu indi gəlin bağlayaq. Gördüyümüz kimi artıq bizim məbləğimiz 10 manatdan düşdü 50 manata. Və bezəyəndə istəyir, çünki biz dedik əlivsiz alırıq, yəni əldən alırıq deyə. Və bu formada artıq bu digər, əgər hesab fakturası varsa onları mütləq qeyd etməlisiniz. Sənəd nömrəsi varsa onu da qeyd edirsiniz. Və digər məlumatları istəsəniz təyinatını yaza bilərsiniz. Əlavə məlumatları sənədləndir, vərəqləndir və s. kimi. Şərt də yaza bilərsiniz, istəsəniz qeyd edə bilərsiniz kimi. Və sonra keçirsiniz. Məsələn, əgər təhdil hesabı təhdil şəxsdən siz məsəl üçün icranı, icarə pulunu ödənilməsini, kommunalın ödənişini etmə tapşırıbsınızsa, burada qeyd edə bilərsiniz ki, ödənişlərdir ki, məsəl üçün bunu klikləyirsiniz, nədirsə onu qeyd edirsiniz. İndi bizdə yoxdur deyə biz özümüz ödəmişik deyə, indi biz bir mal tapşırmışıq ona ki, A4 alsın, 5 ədəd alsın, 10 manatdan təxmin olaraq 50 manatlıq mal alacaq. Və artıq gördüyümüz kimi biz onu da qeyd etdik və miqdarında. Və bundan sonra artıq OK sıxırsınız və artıq bizim elə bir avans hesabımız yaranmış oldu. İndi ki bizim təhdil hesabımız getdi, alış elədi, bizə elə bir 5 qutu A4 aldı, gətirdi və amma indi biz 50 manat eləmişdi də, 50 manatı qalıb. İndi gətirəndə o 50 manatı mütləq şəkildə biz onu qeyd etməliyik. Nəyə görə? Çünki biz bura baxsaq, indi bu formalaşdırmanı klikləyək. Gördüyümüz kimi hələ də bizim elə bir 50 manatımız pulumuz gedib. Amma geri dönüşü hələ ki yoxdur. Ona görə də nə edirsiniz? Qayıdırsınız geri, yenidən kassaya. Sonra daxil olursa bu səfər mədaxil xəzinə ordeni. Niyə? Çünki artıq bizim təhdil hesabımız bizə qalan pulu gətirib və biz onu kassamıza qoymuşuq. Həmçinin də bir şeyini artıq uçotuna aparmalıyıq. Bunun üçün daxil olur kassaya, mədaxil xəzinə ordeninə, əlavə etməni klikləyirsiniz, təhdil hesab şəxsdən qaytarılmaq klikləyirsiniz, OK sıxırsınız. Gördüyümüz kimi bu pəncərə açıldı. Sadə pəncərədir, yəni əlavə heç bir şey yazmağa ehtiyac yoxdur. Bunu silirsiniz, tarixi qeyd edirsiniz ki, təsəvvür elə ki, elə eyni gündə ilə bu məsuliyyətli şəxs imiş, aldı, gətirdi. Və məbləğimizi də indi nə qədər bizim məbləğimiz qaldı? 50 manatımız qaldı və 50 manatımızı da gətirdi. Təhdil hesabımızda da gəlin burada üst düyməni klikləyirsiniz, təşkilatınızı tapırsınız, şəxs vəli idi,
Onu da seçdik. Pul vəsait xərcini klikləyirsiniz. Dedik ki, bu bizim ofis xərclərimiz sayılırdı. Gəlin indi bu ofis xərclərini klikləyək. Şərh hissəsinə də yaza bilərsiniz. Təhsil şəxsdən ödəniş və yaxud da geri qaytarılması və s. kimi. Və artıq heç bir şeyi əlavə etməyə, dəyişməyə ehtiyac yoxdur və OK düyməsini sıxırsınız. Və artıq gördüyümüz kimi biz bunu uçotdan apardıq. Gəlin indi yoxlayaq görə həqiqətən uçotdan aparmışıq. İlk öncə bu hesabımıza baxırıq. Hesabı formalaşdırmanı klikləyirsiniz. Burada indi məbləğlərimiz bizim çoxdur deyə burada görünmür. Gəlin elə bir bu yenidən məbləğimizə baxaq. Yeni hesabımızı formalaşdıraq. Tarixi səhv yazmışıq. Deməli tariximizi düzəldək. Artıq gördüyünüz kimi bizim artıq burada məbləğimiz elə bir geri qaytarılır. Yəni təhsil hesaba ödəniş edilmişdi 100 manat, onun elə bir gerisi qaytarılıb ofis xərcləri kimi gəldi düşdü elə bir 50 manat. İndi biz bunu qeyd etməmişdik ki, adlar ona görə eynidir, əslində eyni. Yəni təhsil hesabının geri qaytarılması. Bir tək burada biz adı, yəni tarixi qeyd səhv eləmişdik. Elə bir aprelin 2-si qeyd etmişdik deyə ona görə görünmürdü. Amma proses eynidir. Ona görə də tarixlərdə diqqət etmək lazımdır. Bir sözlə artıq deyə bilərik. Bu hissəsi aydın deyilsə, məsəl üçün bilmirsinizsə bu hansıdır. Həmin o pulun üzərində gəlirsiniz. Yəni xananın üzərində masum. Sol düyməsini 2 dəfə klikləyirsiniz. Aşağıdakı 221.01 yazılarını klikləyirsiniz. Və gördüyümüz kimi artıq bizə daha geniş məlumat açıldı ki, deməli kimiymiş ofis xərcləridir, mədaxil xəzinə ordenidir və mədaxil olunub kim tərəfindən? Vəli Əliyev Vəlioğlu tərəfindən 50 manat civarında. Və hesaba baxsaq, görürük hesabımız bizim 244-dür. Bu 244 də bizim təhsil hesabımızdır. Ona görə də adı yazılmasa da bura təhsil hesab, biz hesab kodundan artıq bilirik ki, kimə niyə ödəniş olub.